Ölüm haktır ey insan, bu dünya fani. Unutsam da geleceği gözlenilmeden, Allah bizi yaradıp yoktan var edip, öz ruhundan üfleyip muhattab alıp tefekkür etmək istəyəndə sən bax dünyanın içindəki gözəlliklərə, həm də elə Allaha öz arzuna çat. Sədəqə verməklə azalmaz malın, Allah təkdir, birdir, əksini deyən haqqa şübhə edir, gerçəkdən qaçır. Bəlkə də zamanla Allaha dönər, iman şərbətini dadar inşallah. İxlaslı olmağa çalışmalıyıq, nəsibdən o yana yol tapmarıq biz. Başımız səcdəyə gedəndə hər gün gələr görərik Muhammed Mustafa'yı. Niyyəti düz olan heç nə itirməz, doğru danışmağa peşman olmazsan, imanlı yaşayıb imanlı ölmək insana qalacaq yalnız boyuna. Qəbirdə suallara cavab verməsən, peşmanlıq çəkərsən amma nə fayda. Bəxtəvər kəslərdən olmaq istəsən, başını səcdədən qaldırma heç zaman. Quran endirilib dirilər üçün, ölü oxumağın faydası yoxdur. Allah bildirib ki heç düşünmürsünüz, yarattım sizləri naşük ödersin. Əllərini aç göyə dualar eylə, qədərin dəyişər yaxşıya doğru. Qaldır başını ətrafına bax, Allah'tan başqası sənə nə fayda. İnsanlar hamısı onun huzurunda cavab verəcəklər etdiklərinə. Nə xoşdur Muhammedin ümməti olmaq, şəfaətçi olacaq öz ümmətinə. Zalimlər düşünür bu həyat sondur, ancaq baki olan Allah'ımız vardır. Allah zalimləri yönəltməz doğruya, onların görəcək günləri vardır. Yetimlərin malını yeyənlər isə ağrılı əzablı cəhənnəmə düçardır. Cəhənnəmə düçardır. Ölüm haqdır ey insan, şəhadət gətir. İman şərbətini dadmaq Allah'tan hədiyyədir. De la ilahe illallah, Muhammedur Resulullah. Qoy başını səcdəyə, tövbəni gecikdirməmə. Zamanımız daralır, vaxt su kimi axır. İslam dini insanları doğra çağırır. Allah'a iman et, səcdəyə getsən